Hörmətli izləyicilər, videonu izləyib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildiririk. 2025-ci ilin dekabr ayının 12-sində Cəlilabad rayonunda Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət müəllim açdı. O, ilk öncə iştirakçıları salamladı və xatırlatdı ki, tədbir Ulu Öndər mərhum prezident Heydər Əlirza oğlu Əliyevin anım günü ilə üst-üstə düşür və Ulu Öndərin ruhuna hörmət, ehtiram əlaməti olaraq onun xatirəsi bir anlıq sükutla yad olundu. Sonra Əbülfət müəllim Cəlilabad rayonunun Göytəpə şəhər sakini Rafiq Abışov haqqında söz açdı. Əl tutmaq əlidən qalıb prinsipini özünə amal seçən Rafiq Abışovun xeyriyyəçilik əməllərindən danışdı və istər 44 günlük vətən müharibəsi dönəmində, istərsə də müharibədən sonraki illərdə onun fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. Əbülfət müəllim Rafiq Abışovun xalq arasında göstərdiyi xeyirxah əməllərinə görə milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsis etdiyi fəxri diplomu Rafiq müəllimə təqdim etdi. Bugün bildiğiniz kimi Ulu Öndərimizin anım günüdür. Allah ona da rəhmət edir. Biz bugün Cəlilabad şəhərindəyik. Şəxsən mən məlumat aldım. Belə bizim bir igid qəhrəman oğlumuz Rafi müəllim, qardaşımız. Yəni dünən Famil müəllim mənə zəng elədi. Sonra mən məlumat aldım ki, doğrudan da 44 günlük müharibədə elə Famil müəllimlə Rafi müəllim bir yerdə olublar. Böyük fədakarlıq göstəriblər. Şərt döyüşdə olmaq deyil. Amma o döyüşçülərə ruh vermək, o döyüşçülərin yanında olmaq, o bizim əskərlərin elə ruh vermək bir şeydir. Həmişə biz sahiblər kimi yardım eləyirlər. Necə deyim, oradan yaralıları çıxardıblar, ilk yardım göstəriblər. Bu böyük elə bir igidlikdir. Böyük igidlikdir. Rafi müəllim, yəni bizim indi tanışdığımız vardı, söz yox, tanıyırdım mən sizi. Amma bugün eşitdim, mən gəldim bura, sizlə yaxından tanış oldum, çox şadam. Ona görə, yəni bundan sonra mən sizin haqqınızda qəzetimdə də verəcəyəm, YouTube kanalımızda da gedəcək inşallah. Biz qərara gəldik, idarə heyətinin adından, Mübarizlər Cəmiyyətinin idarə heyətinin adından mən bir təsisçi kimi, Sədrəddin müəllim də təsisçinin birinci müavinidir. Elə qərara gəldik ki, idarə heyətinin adından sizi fəxri diplomla təsis edək, yəni təqdim edək diplomu sizə. Sizin igidliyinizə görə, sizin fədakarlığınıza görə, sizin həmişə şəhid ailələrinin, qazilərin yanında olubsuz. Həmişə, necə deyim, onlara himayədarlıq edəyibsiniz. Mən məsələn, keçən il biz Göytəpədə də olduq şəhid anım günündə, orada da gördük. Yəni, çox sağ olun, minnətdaram sizə. Bu fəxri diplomu da sizə Mübarizlər Cəmiyyəti adından təqdim edir. Çox sağ olun, diqqət göstərin. Sonra tədbirdə iştirak edən Mübarizlər Cəmiyyətinin təsisçisinin müavini Sədrəddin müəllim Əliyev Mübarizlər Cəmiyyətinin yaranma tarixindən onun bugüna qədər fəaliyyətindən söhbət açdı. Siz də bir iki kəlmə deyirsiniz, daha yaxşı olar. Əbülfət müəllim qeyd elədi, biz milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan bir cəmiyyət olaraq 6 il. Fəaliyyətimiz də əsas 44 günlük zəfər müharibəsindən sonra şəhidlərimizi ailəsini ziyarət etmək, tanıtdırmaq və o cümlədən qazilərimizi
möhtərəm prezidentimizin o göstərdiyi dəmir yumruq bəli, bu günləri özünü göstərir Rauf müəllim. Çünki bütün ordu, xalq, millət bax, gün görsənir ki, doğrudan da birləşmişmiş. Hərə öz gücü ilə müharibə dövründə. Kimsə silahla, ön cəbhədə, kimsə arxa cəbhədə yardımla. Allah sizə can sağlığı versin. Allah sizin kimi xeyriyyətçi insanlara uzun ömür versin. Gələcək nəslə bir örnəksiniz siz də əlbəttə. Yəni biz cəmiyyətimiz adından müzakirə olunur. Hər bir biz fəxri diplom verəndə idarə heyətində orada müzakirə olunur və o adada siz layiqsiniz. Təşəkkür ediyoruz. Sağ olun. Sağ olun. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsis etdiyi fəxri diploma layiq görülmüş xeyriyyətçi Rafiq Abışov, eləcə də Lütfəli müəllim və şair publisist Meyxoş Abdulla da tədbirdə çıxış etdilər. Ümumilikdə tədbirdə Vətən müharibəsi iştirakçıları Famil müəllim, Müşfiq müəllim, Moraz müəllim iştirak edirdilər. Ali Başkomandanımızın razı olsun, devletinden razı olsun. Sizin kimi güzel insanlarımız var. Her birimizin borcudur. Vətən yolunda, qulluğunda dayanmaq. Allah şəhidlərimizi rəhmət eylesin. Sağ olun, çok sağ olun. Sağ olun. Doğrudan görmüş günləri çox yaxşı bir gün oldu. Mənim dostum, mənim hörmət elədiyim, sadə, təvazökar və xeyriyyətçi bir insanı dəyərləndirdiniz. Doğrudan da insanın sağlığında onun əməyin qiymətləndirmək, onun yaxşılığın demək, özü də bir savab işdir. Rabbim mənim Mübarizlər Cəmiyyətinin fədakar əməkdaşlarını mən çoxdan tanıyıram. Yəni, bunların qiymətləndirdiyi insan doğrudan da layiqə, o işə layiq olan insanlardır. Mən də bir qardaş olaraq sizi təbrik edirəm, sizə can sağlığı arzu edirəm. Təbii ki, bu fədakarlıq elə böyükdür ki, xeyriyyətçi elə böyük bir məqamdır ki, bunu hamımız istəsək də, amma çoxumuz bacarmır. Bunu siz bacarırsınızsa, nə xoş sizə. Allah canınızı salamat eləsin, mən bu qardaşlara da başda Əbülfət müəllim, Sədrəddin müəllim və sizlər olmalı öz təşəkkürümü bildirəm ki, çox sağ olun ki, belə bir insanı dəyərləndirdiniz. Sağ olun, var olsun. Sağ olun. Salamlayıram sizləri. Demək, vətənpərvər, vətənsevər insanlarımıza verilən belə gözəl dəyərlərə diqqətə görə Cənab Prezidentimiz İlham Əliyevə, Mehriban xanıma sonsuz təşəkkür edirik. Mən təbrik edirik. Sağ olun. Sözlü deyən, Əsbət qarşısız. Salam, Rabbim müəllim, ömür can sağlığı. Allah sizi həmişə bu işlərinizdə xeyir tapasın inşallah. Allah biz həmişə görmüşük ki, xeyir işinə məşğulsunuz. Allah sizi canı salamat eləsin, Allah gələn günlərinizə xeyirli olur, bərəkətli eləsin. Var olasınız, əziz qardaşlar. Təbrik edirəm sizə. Salamat olsun. İlk öncə çox hörmətli Əbülfət müəllim, Mübarizlər Cəmiyyəti olaraq Rafiq müəllim kimi şəxsiyyətinə hörmət edən əsl el adamı, insan, fenomen şəxsiyyəti ayırıb axtarıb tapırsınız. Sizə uğurlar arzu edirəm. Bu tendensiyanı davam elətdirirsiniz. Çox gözəl bir tendensiyadır. Mən Rafiq müəllim ilk öncə sizə can sağlığı arzu edirəm. Sağlam ömür arzu edirəm. Sağlam düşüncə arzu edirəm. Siz yaxşıların yaxşısına layiq insansınız. Yaxşıların yaxşısına layiq insansınız. Mən inanıram ki, el üçün fəaliyyətimizi qədir bilən vətəndaşlarımız, xalqımız üçün fəaliyyətinizi qiymətləndirəcək. Gələcəkdə sizin səsiniz daha yüksək ünvanlardan gələcək. Mən buna əminəm, altın hissim mənə deyil və biz sizinlə fəxr edirik. Allah canınızı salamat eləsin, sizə can sağlığı arzu edirəm. Sizin sözlü deyən. Mən də özümün Rafiq müəllimə, gözəl insanım, gözəl, necə deyim, xeyriyyətli insan, rayonumuzun fəxri, gözəl insan, həmişə ucalarda olmağı arzu edirəm. Bundan da gözəl nətər deyib sizə,
diplomlara, bundan da uca təbriklərə layiq olasınız inşallah. Sizi bu Mübarizlər Cəmiyyətinin sizə təqdim etdiyi diplomu mən zirvələrdə ən uca olan diplomlar sırasında görürüm. Mən sizi bu şərəfli, gözəl günlərlə şərik oluram. Sizə uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun. O cümlədən Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Bu ağır günlərdə vətənimizi qoruyan hərbiçilərimizə də can sağlığı. Allah onları qorusun. Allah vətənimizi qorusun. Allah ölkəmizin bütövlüyünü qorusun. Allah cənab prezidentimizi qorusun. Allah bu gözəl cəmiyyətimizi qorusun. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı. Bütün şəhid valideynləri qarşısında baş əyirəm. Onların əllərindən öpürəm. Çox sağ olun Rafi müəllim, siz də. Çox sağ olun. İnşallah hər şey yaxşı olar. Minnətdarım sizin də beləncik gözəl işlərinizə görə. Çox sağ olun. Sizin haqqınızda eşidəndə mən doğrudan da belə çox şad oldum. Siz belə işlərlə məşğul olursunuz, belə xeyriyyəçi, belə həmişə şəhid ailələrinin yanında olursunuz. Çox sağ olun, minnətdaram. Sağ olun. Çəkilişdə göstərdiyi təşkilati dəstəyə görə Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarova, təsisçinin müavini Sədrəddin Əliyevə təşəkkürümüzü bildiririk. Operator Neymət Muradlı, montaj Rəşad Xaliqov, səsləndirdi Anar Əhmədov.